Bismillahirrahmanirrahim. Değerli izleyiciler, mübarek Ramazan ayının 24. günü. Yine bende niyayiş halındadır, yalvarış halındadır. Yine bende Allah'tan yegane istediği şey onun rızasını kazanmaktır. Çünkü bu rıza bendenin öz menfaati içindir. Bende buyurur: Allahümme inni es'eluka fihi ma yurdika. İlahi, senden o şeyleri istəyirəm ki, sen ondan razısan. Senin rızayət istəyirəm. O əməllər ki, senin rizava səbəb olur, o əməlləri mənə nəsib elə. Və əudu bikə mimma yu'dikə. Məni səndən uzaqlaşdıran əməllərdən çəkindirməyini istəyirəm. Pənah aparıram sənə o pis, o çirkin əməllərdən. Və əs'əlukə tevfiqə fihi liənnə ətikə və la əseykə. İlahi, səndən bu ayda müvəffəqiyyət istəyirəm. Səndən mənim sənə itaət etməyim üçün, sənə üsyan etməmək üçün lazım olan, tələb olunan şeylər istəyirəm. Məni özündən uzaqlaşdırma, məni üsyan etməklə qəzəbivə şamil eləmə. Mənə müti bəndə olmağı nəsib elə. Ey diləyənlərin, istəyənlərin hacətini yerinə yetirən. Bu gözəl dua bəndənin mütləq übudiyyətini ispat eləyir. Məbud qarşısında acizliyini ispat eləyir. İlahi, bu aciz, zəlil, zəif, miskin, müstəkim bəndələrə rəhm elə. Esselamu aleykum və rəhmətullah.